Salam qızlar. 8 bucaqlı kardiqanlarımızın 3-cü, sonuncu hissəsini sizə toxuyub göstərəcəm. Burada işlərimiz biraz fərqli olacaqdır. Deməli, baxın, burada kiçik nümunələr var. Bu dəfəki kardiqanın 8 bucağın təməlində deməli düz 4 bucaq olacaq və kvadrat olacaq. Kvadratların və düz 4 bucağın ətrafını toxuyaraq biz kardiqan yaradacağıq. Çox maraqlı, bombastik hissədir. Deməli, indi bunun izahatını verəcəm sizə. Sxemlər falan yenə də var. Baxın, deməli, adi nənə kvadratı və bir də qapalı kvadrat. Qapalı deyəndə ki, burada, yəni baxın, nənə kvadratında burada deşiklər çoxdur. Burada amma deşiklər yalnız bucaqlarda var. Bir bunun əsasında kvadratlardan toxuyuruq. Bir də ki, düz 4 bucaqların əsasında toxuyacaq. Əslində hər ikisi eyni gedəcək prinsip. Sadəcə forma fərqli olacaq. Yalnız bir fiqurda göstərəcəm, çünki absolutla eyni şeydir. Yəni vaxtımızda çox getməsin, bezdirici də olmasın. İzahatını çox detallı şəkildə başa salacağım sizə. Deməli, gəlin biraz əvvəldə nəzəriyyəyə baxaq. Deməli, sxemimiz nədən ibarətdir bizim? Deməli, nənə naxışı üçün nənə naxışından toxunan düz 4 bucaqların master klassı YouTube kanalımda var. Köhnə videoların arasında. Oradan keçib baxa bilərsiniz. Onun sxemi, uzunluğunu necə hesablamaq lazımdır, belə şeylər. Azərbaycanca точно olmalıdır. Rusca, ingiliscə bilmirəm. İkisindən biri də olmalıdır onlardan. Deməli, burada nümunə üçün 2 sıra toxudum. Birinci, deməli, bizə lazımdır toxumaq kvadrat ya da ki, düz 4 bucaq. Hər hansının əsasında toxuyacaqsın. Deməli, bunun ölçüsünü nə götürürük? Ümumiyyətlə, bundan əvvəlki hissələrdə də qeyd elədim ki, bu 8 bucaqlı kardiqanın ölçüsünü götürərkən yalnız bir dənə ölçü götürürük. Bədənin eni. Bədənin enini necə götürürük? Öz bədəninizin enini ölçüb 1-2 sm ya daha çox santimetr üstə gəlib enini, paltar enini çıxarda bilərik. Və yaxud evdə hazır giyindiyiniz paltar varsa, hansının ki ölçüsü sizə rahatdır, qane eləyir, elə onun ölçüsünü götürün. Məsələn, bir qol altından digər qol altına qədər nə qədərdir ölçüsü? Yəni, bu kardiqanın bədəni düz gəlir, formasızdır. Bədən enini buna görə hesablayırıq. İstəsəniz oversize olsun, istəsəniz dar olsun, yəni bədənə kip oturan olsun. O artıq sizin zövqünüzdən asılıdır, necə xoşunuza gəlir. Axır ki, bircə dənə ölçü lazımdır, o da əşyanın bədəninin ölçüsü. Deməli, indi biz nənə naxışı ilə düz 4 bucaq toxuyacaqsa, məsələn, tutalım ki, bizə lazımdır ki, kardiqanın eni, bədən hissəsinin eni 50 sm olsun. Tutalım ki. Deməli, bizə həmin bu düz 4 bucağın eninin 50 sm olması lazımdır. Düzdür? Bunun üçün biz deməli, başlayarkən məsələn 20 sm təməldən başlamalıyıq ki, dairəvi şəkildə toxuyub böyüdəndən sonra artıq son finalni məhsul düz 4 bucaq bizə 50 sm ölçüsündə əmələ gəlsin ki, onu da belə yerləşdirib ətrafını toxuyub 8 bucağımızı yaradaq. Bu bir. İkincisi, həmin sizə lazım olan o 50 sm şərti olaraq da bədən eni santimetrlərini. Buradakı kimi, məsələn, mən burada nümunədə qorizontal qoymuşam bu düz 4 bucağı. Belə vertikal şəkildə qoya bilərsiniz. Və artıq bu hissəsinin yox, bu hissəsinin 50 sm olmasını olana qədər toxuyacaqsınız.
və burada bir dənə zametka. Əgər düz dördbucağı vertikal şəkildə qoyub beləsinə toxusaq, kardiqanımızın uzunluğu dəhşət çox olacaq. Ola bilər ki, xalat kimi uzun olacaq. Yəni bunu nəzərinizdə saxlayın mütləq. Amma hər iki variant da mümkündür, yəni. Çox da belə maraqlı bir şey alınmış ola bilər məncə. Okay. Deməli, bu nənə naxışı ilə aiddir. Eləcənə də belə qapalı düz dördbucağın toxunuşundan, bu da eyni cürə ölçüsünü, məsələn, ümumi ölçüsü sizə 50 sm lazımdırsa, təməlini daha az santimetrlə başlayırsınız ki, yekun nəticədə sizə lazımlı santimetrlər kənarda alınsın. Deməli, bu bizim düz dördbucaqlar barədə məlumatımız. İndi gəlin kvadrata keçək. Kvadratda burada təməldə heç nə hesablamaq lazım deyil. Çünki bir nöqtənin ətrafında gəlir də kvadratın bütün tərəfləri eynidir. Ona görə siz yalnız və yalnız yekun nəticəni ölçəcəksiniz ki, kvadratın tərəfləri 50 sm olana qədər ya da hər neçə santimetr sizə lazımdırsa 50 sm olana qədər toxuyacaqsınız və jelaymı istədiyiniz ölçüyə gəlib çatanda əlinizi saxlayırsınız və keçirik həmin bu kvadratımızı filan ətrafını toxumağa. Belə. İndi gəlin sizə buradan artıq bu düz dördbucağı və kvadratı 8 bucağa necə çeviririk onu göstərim skemdə. Skemi özünüzə skrin eləyə bilərsiniz qızlar. Bu nənə naxışı üçündür. Bu düz dördbucağındır. Bu da nənə kvadratının. Amma hər ikisi nənə kvadratdadır. Deməli, bu iki fiquru amma ikisi də eyni naxışda olmalıdır da. Məsələn, nənə naxışında. Məsələn, baxın, bu nənə naxışlı kvadrat. Bir də bu nənə naxışlı düz dördbucaq. Bunların ikisinin də 8 bucağa, oktagona çevrilməsi eyni cürədir. İndi baxın. Deməli, tutalım ki, fərz eləyək. Biz bu fiqurlarımızı bizə lazım olan ölçüyə qədər toxuduq, bitirdik. İndi biz bundan sonra bunu başlamalıyıq 8 bucağa çevirməyə. Necə eləyirik? Deməli, düz dördbucağımız hazırdır. Bundan sonra 8 bucağın ilk təməl sırasını toxuyuruq. Təməlini qoyan sıranı. Deməli, 2 bucağı və 3 tərəfi həmişəki kimi standart eyni olaraq toxuyuruq. Amma yuxarı 2 bucağını burada göstərildiyi kimi xüsusi şəkildə toxuyuruq. Bu da ki 1, 2, 3, 4 bir bucağa 4 dənə nənə klasteri toxuyuruq. Arasında da 2 zəncir bucaq məsafəsi qoyuruq. Nənə klasteri nə deməkdir? Nənə naxışını biz nədən toxuyuruq? Baxın, 3 dənə bir atmalı sütunları bir dənə yerə toxumaqla biz nənə naxışını əmələ gətiririk. Həmin bu üçünün birləşməsini nənə klasteri deyirik. Yəni bundan sonra bu sözü istifadə eləsəm bilərsiniz ki, nə deyirik, nəyi nəzərdə tuturuq. Deməli, həmin bu yelpiklərdə belə deyim şərt olaraq. Həmin bu 4 dənə klaster belə yelpik fason bir şey əmələ gətirir burada. 4 dənə klaster və 3 bucaq yaradacaq. Deməli, 3 dənə bucaq burada, 3 dənə bucaq burada, 2 dənə də bucaq burada. Cəmilikdə olacaq 8 dənə bucağımız. Bizə də nə lazımdır? 8 dənə bucaq lazımdır. Həmin bu yelpiklər toxunduqca, böyüdükcə çiyinə və qolları əmələ gətirəcək. Okay? Baxın, burada göstərdiyim kimi. Məsələn, bax, aşağı məsələn 2 bucağı eyni standart toxuduq. Burada 2 bucaqda artıq 8 bucağı əmələ gətirmişik. O yelpikləri toxuduq. Belə. Bunlar da ilə qatlanandan sonra həmin bu çiyin və qolları əmələ gətirdi. Eyni şey də bunun üçün. Bu da onun baxın kvadrat versiyası. Yəni nənə naxışı ilə toxunan həm düz dördbucaq, həm kvadrat üçün qayda eyni olacaq.
Vaxtımız da çox getməsin deyə bunların yalnız birini göstərəcəm. Deməli, kvadratda tərəflər hamısı eynidir, onu başa saldım. Düz dördbucaqda mən bayaq qeyd elədim ki, burada nümunədə baxın, düz dördbucağı qorizontal şəkildə qoyub belə toxudum. Deməli, aşağılarına adi bucaq toxuduq. Burada göstərilən kimi aşağılara adi bucaq. Nənə fiqurlarında adi bucaq nədən ibarətdir? 2 dənə nənə klasteri və arasında 2 dənə zəncir. Yuxarıda isə çiyin qol əmələ gətirmək üçün toxuduğumuz yelpiklər. Yelpiyi də şərti olaraq deyirəm. Bu əslində qanuni bir şey deyil. Sadəcə izah eləmək üçün bu asandır. Həmin bu yelpik də nədən ibarətdir? 4 dənə nənə klasteri və hamısının arasında 2 dənə zəncir bucaq boşluğu. Belə. İstəsəniz ki, bu düz dördbucağı vertikal yerləşdirəsiniz, yenə eyni məntiqi həyata keçirəcəksiniz. Aşağı bucaqları standart olaraq toxuyuruq belə. Yuxarı bucaqlarda isə çiyin və qol yaradacaq bu yelpikləri toxuyuruq. Belə. Axır odur ki, məsələn, bu yelpiklər bizə, yəni o məntiqi yadda saxlamaq lazımdır ki, həmin bu yelpiklər, bu 4 dənə klaster bizə çiyin və qol yaradır. Okay? Buna bir quş. Gəlin onda elə bunun toxunuşunu sizə göstərim, qızlar. Sonra keçək o birisinə, qapalı kvadrata. O da demək olar ki, eynidir, amma şuradakı biraz fərq var. Piçitdim. Deməli, gəlin, hansı rəngi başlayaq? Gəlin, göy rənglə eləyək, gözə görünsün. Kvadratı eləyəcəm qızlar, amma yəni məntiqini başa düşmüş olarsınız da yəqin ki. Çünki hamısı eyni olacaqdır hər iki hissədə. Gəlin bunu da belə eləyək. Kağızım rahat dursun. Tak. 2 dənə bucağı eyni cürə toxuyuruq. Gəlin elə birbaşa yelpiklərdən başlayaq. Sıranın ortasından başlayacağım buradan. Gəlin sıranın ortasından başlayaq. Sıranın ortası da məsələn budur. Gəlin bir içində kvadrat kimi görək. Deməli buradan başlayacağım və belə keçəcəyik toxumağa. Təzə sıranı əlavə eləyirəm. Yeni sapı, yeni sıranı əlavə eləməyin metodlarını TikTokumda göstərmişəm. İstəsəniz keçib baxa bilərsiniz. 3 dənə zəncir toxudum. Bu 3 dənə zənciri bir dənə bir atmalı sütun kimi sayacağım. Bizə isə bura klaster yerləşdirmək lazımdır. Deməli, əlavə 2 dənə də sütun toxuyuram ki, eyni bu yerə. Klasterimiz əmələ gəlsin. Kstati, bu kvadratların, nənə kvadratının filan, qapalısının, açığının hamısının toxunuşu mənim TikTokumda var. Lap əvvəldən köhnə videoların içində var. Azərbaycan dilində точно var. Bu dilləri dəqiq deyəmirəm. Okay. Bura bir dənə təklisini toxuduq. Tək nənə klasteri. Burada tək nənə klasteri toxuyuruq. Okay. Gəldik bucağa. Gəlin bu bucağa çiyin və qol əmələ gətirən bu yelpiyimizi toxuyaq. Deməli, yenə də təkrarlayırıq. 4 dənə klaster toxuyuruq. Arasında 2 dənə zəncir bucaq boşluğu üçün. Bucaq boşluğu nədir? Bax bu. Bucağımızı əmələ gətirən boşluq. Hamısını eyni bucağa toxuyuruq. Baxın, bu 4 dənə klasterin hamısını bura toxuyacağım. Getdik. Tak, bu birinci klaster. Tak, 2 dənə zəncir bucaq boşluğu üçün. İkinci klaster eyni bura. İkinci klasteri bitirdik. 2 zəncir məsafə. Üçüncü klasteri yenə bura toxuyuruq.
2 zəncir və sonuncu, dördüncü klasteri bura toxuyuruq. Bunu belə sürüşdürürüm ki, yer açılsın. Əgər yer daralıbdırsa. Okay, baxın. Qol çiyin əmələ gətirəcək yelpiyimizin ilk sırası belə görsənir. Bucaqlar burada sıxılıbdır. Görsənmir. Amma burada da bax. Belə. Okay. İndi növbəti bucağa gedənə qədər bu arada təkli klasterlər toxuyuruq. Getdik. Gəldik, çatdıq növbəti bucağa, növbəti çiyin qol əmələ gətirən yelpiyimizi toxuyuruq. Yelpiyimiz nədən ibarətdir? 4 dənə klasterdir. Getdik. İki dənə zəncir, ikinci klaster. İki dənə zəncir, üçüncü klaster. İki zəncir və sonuncu, dördüncü klasteri toxuyuruq. Burada yer daralıb. Bunu belə geçən, biraz yer açaq. Ona görə bu yelpiklərə düşən hissədə sonuncu sıra kvadratda ya dörd bucaqda, düz dörd bucaqda bucaqda 2 yox 3 zəncir toxuya bilərsiniz ki, yeri geniş olsun. Biri də qaldı. Okay. Görürsünüz nə yaratdıq. Bizim toxuduğumuz bax budur. Bu qollara çevriləcək bu şeylər. Bu da bununki. Belə. Davam eləyək, sıranı toxuyaq. Buradan artıq adi kvadratı ya düz dörd bucağı toxuduğumuz kimi toxuyuruq. Okay. Standart sxemlə gedirik burada. Toxuyacağım, yenə də baxaq. Burada növbəti bucağa qədər təkli klasterlər toxuyuram. Biraz sürətlənəcəm. Videomuz çox uzanmasın. İzvinite. Tak, üzürlü sayın qızlar. Deməli, bu hissəni toxudum. Burada belə bucaq toxudum. Adi standart bucaq. Adi standart bucaqda 2 dənə klaster və arasında 2 dənə zəncir. İndi onu toxuyacağım elə burada. Deməli, bir dənə klaster toxuyuruq bura. İki dənə zəncir, 2 dənə də, 3 dənə də sütun. Yəni, bir dənə klaster. Okay, bu bizim adi bucaqlarımız.
Deməli, getdik. Bir dənə də burada təkli klaster toxuyuruq. Sıranı bitiririk. Tak, sıranı 3 dənə zəncirdən başlamışdıq. 1, 2, 3 sayırsınız. Ən yuxarı 3-cü zəncirin içinə keçirsiniz. Bu şəkildə sap alıb çıxardırıq. Sol ilməni sağ ilmənin içindən keçirdirik. Bu sürüşdürmə ilməsidir. Sürüşdürmə ilməsi ilə bağlayırıq sıranı. Deməli, bu oktagonun, yəni 8 bucaqlının ilk təməl sırasıdır. Yəni burada biz bünövrəni yaratdıq. Bundan sonra ki, məsələn, həmin bu 8 bucaqlının ikinci və digər sıraları hər nə qədər toxusanız eyni olacaq. Eyni məntiqlə gedəcək. Necə? Deməli, bizim burada qolçin hissəsində 3 dənə bucağımız var. Burada da 3 dənə var. Burada isə 1 dənə və burada 1 dənə. Hər bucağın içinə standart nənə bucağı yerləşdiririk. Yəni bunu. Standart nənə bucağı nədir? 2 dənə klaster arasında bucaq boşluğu üçün 2 dənə zəncir. Bunların hamısını indi onu da göstərəcəm o heç. Harda bundan sonra bucaq görürsünüz, ya burada, ya burada, hamısına ancaq eyni bu şeyləri toxuyursunuz. Və sıra böyüdükcə, baxın, bu hissədə bu bucaqla bu bucağın arasında necə bu təkli klasterlər var. Sıra böyüdükcə burada da eyni şey olacaq. Buradakı bucaqların da arası böyüyəcək, təkli klasterlər əmələcək, gələcək və sayıları da çoxalacaq. Bu qədər. Məntiqi budur. Eyni şey də burada baş verəcəkdir. İstəsəz belə toxuyun, istəsəz belə vertikalinə toxuyun. Keyfiniz necə istəyir, ürəyiniz necə istəyir. Eyni şey olacaq. Gəlin, sizə yalnız bu hissəni göstərəcəm. İkinci sırada necə olur. Sadəcə belə nümunə kimi okey. Bu aşağı hissələrdə hər şey standart gedir. Ona görə bura dəymirəm. Vaxtımızı bura itirməyək. Gəlin buradan başlayaq. Deməli, gəlin təkli klasterlərdən başlayaq. Yeni sapıma əlavə edirəm. Siz əlbəttə ki, öz sapınızla da davam edə bilərsiniz. Mən sadəcə nümunədir, görsənsin deyə çalışıram rənglər fərqlənsin. 3 dənə sütun toxudum. 3 dənə zəncir toxudum. Bu 3 dənə zəncir, bir dənə bir atmalı sütun kimi sayırıq. Və 2 dənə də sütun əlavə eləyirik. Klasterimizi tamamlayırıq. Elədik. Burada da təkli klaster yerləşdiririk. Bucaq deyil. Harda bucaq yoxdursa, ora təkli klaster yerləşdiririk. Gəldik ilk bucağımıza. Yerləşdiririk 2 dənə klaster, 2 dənə zəncir. 2 dənə zəncir. Bir dənə də klaster eyni yerə. Baxın, bucağımız. Bütün bucaqlar belə olacaq. Burada, bütün sıralarda hamısı eyni olacaq. Vay, biraz sap çəkək. Növbəti bucağa gedirik və eyni şeyi toxuyuruq.
ikinci bucaq. Tərpənir. Tak, növbəti üçüncü bucağa gedirik. İki zəncir və ikinci klasteri də eyni bucağın içinə yerləşdiririk. Bucaqlarımız hazırdır. 1, 2, 3 dənə bucağımız hazırdır. İndi növbəti bucağa gedənə qədər bu aradakı klasterləri toxuyuruq. Yetdik. Sonuncu təkli klaster. Gəldik yenə bucaqlarımıza. Yenə həmişəki kimi eyni bucaqları toxuyub gedirik. Bir dənə klaster, 2 dənə zəncir və ikinci klaster eyni bucağa. Sapım qurtardı yine. Tak, növbəti bucaq. Növbəti. İki zəncir. Tak, baxın, belə bir görüntümüz əmələ gəlir. Burada əlimi saxlayacağım, çünki bundan sonra artıq nə toxuyacaqsınızsa eyni dairəvi şəkildə standart gedəcək. Hara qədər toxumaq lazımdır, lap əvvəldə izah eləmişdim. Sapımızı kəsək. İndi istəyirəm sizə digər formanı göstərim. Deməli, burada göstərdiyim qayda, bu sxemimiz nənə naxışından toxunmuş kvadrata və düz 4 bucağa aiddir. Detalları təkrarlamayacağım, artıq aydın olmuş olmalıdır. Yenə də amma suallarınız varsa, soruşa bilərsiniz şərhlərdə, çalışaram köməkli edeyim. Tak, buna fasilə. Tak, qızlar, indi keçirik qapalı kvadratı toxumağa.
ətrafını. Deməli, baxın, bunun təməlində bu durur skem, qapalı kvadrat, yalnız bucaqlardadır boşluq. Bunun skemi də budur. Ölçü barədə bayaq izah elədiyim, hansı ölçüdə lazımdırsa toxuyursunuz bu kvadratı və ondan sonra başlayırıq 8 bucağın təməl sırasını yaratmağa və ondan sonra təkrarlanan sıraları sizə izah eləyəcəm. Deməli, lazımdırsa bunu skrin eləyin özünüzə. Burada qarışıq görsənir, amma bucağı burada yekə fraqmentdə göstərmişəm, indi izah eləyəcəm. Bu da onun düz 4 bucaq variantı, bunun toxunması. Bunu da özünüzə skrin eləyin. Burada da bayaqki kimi qayda eynidir. Deməli, 4 bucaqlarımızın aşağı bucaqlarını standart toxuyuruq. Yuxarı 2 bucağında da çiyin qol yaradan bu yelpiklərimizi toxuyuruq şərti olaraq. Burada da eyni cürə düz 4 bucağı həm vertikal, həm horizontal şəkildə toxuya bilərik. Fərq eləməz. Prinsip eynidir. Burada da kvadratı toxuyacağım qızlar. Kvadratla daha aydındır. Deməli, ümumiyyətlə bu kvadratın da toxunuşu məndə var TikTokumda. Orada baxa bilərsiniz. Deməli, bu kvadratın məntiqi nədir? Bucaqların arasında olan bu yanbayan durmuş sütunların üstünə yeni sütunlar toxunur. Hər bir sütunun üstünə yeni bir sütun toxunur yeni sırada. Bucaqlar isə standartdır. Bucaqlarda deməli, gəlin bundan ayıraq. Şöyle. Bu da qırmızı rəngdə. Bir dənə göy götürün. Deməli, belə ayıraq da. Deməli, bütün sıralarda standart bucaq qapalı versiya üçün həm kvadratda, həm düz 4 bucaqda biz toxuyuruq 2 dənə bir atmalı sütun, 2 zəncir, 2 dənə bir atmalı sütun. Bu standartdır. Bütün sıralar üçün. Okay. İndi başlayaq. Gəlin bundan başlayaq da yəqin ki. Yenə bu hissədən başlayacağım toxumağa kvadratı. Birbaşa yelpiyi sırazı baxaq. Deməli, çiyin qol yaradan bu yelpik isə ayılıq. Çiyin qol yaradan bu yelpik nədən ibarətdir? Baxın, 1, 2, 3, 4, 4 cüt bir atmalı sütun. Aralarında da deməli, 2 dənə zəncir bucaq boşluğu üçün. Deməli, 3 dənə bucaq olur. 3 burada, 3 burada, 1 bu, 1 də bu. Cəmilikdə eləyəcək 8 bucaq. Deməli, kvadratımızı və düz 4 bucağımızı lazımlı ölçüyə gətirəndən sonra 8 bucağın oktagonun təməl sırasını necə yaradırıq? Getdik. Buralardan ortadan başlayacağım. Çox vaxtımız getməsin. Belə. Burada deməli sıranı başlayarkən 3 dənə zəncirlə başlayırıq. Bu 3 dənə zəncir, bir dənə bir atmalı sütunu təmsil edir, belə deyək. Onun kimi sayırıq. İndi bunun yanındakı sütunun başına bir dənə toxuyuruq. Sonra növbətini yanın başına toxuyuruq. Sonra növbətinin başına toxuyuruq. Bu yanbayanları toxuduq. Gəldik çatdıq bucağa. Bucağımız nədən ibarətdir? 2 cüt bir atmalı sütun və aralarında 2 dənə zəncir. Getdik. Bu bir cüt. O, Господи. Ümid eləyirəm eşitmədiniz onu qonşularımız.
Tak, bir cüt bura toxuduq sütun, 2 dənə zəncir və ikinci cütümüzü də eyni bu bucağa toxuyuruq. Gördünüz? Tak, biz burada standart bucağı yox, bunu toxumalıyıq. Deməli, 2 cüt toxuduq, 2 cüt də toxumalıyıq. İkinci cütü toxuduq. Bunu biraz yer açaq. Üçüncü cütümüzü toxuyuruq. Onu da çaşdırdı. Eşitdiniz onu. Kaşmar 2 dənə zəncir və sonuncu cütümüzü bura toxuyuruq. Hamısını eyni bucağa toxuyuruq qızlar. Baxın. Bu bir cüt zəncir boşluğu. 2 cüt zəncir boşluğu. Üçüncü cüt zəncir boşluğu və dördüncü cüt. Bu yalnız 8 bucağın təməl sırasına aiddir. Belə toxumaq. O birisi də bunun kimidir. Göstərəcəm indi. İndi buradakı növbəti bucağa qədər olan bu aradakı yanbayan sütunları toxuyuruq. Aşağıdakı sıranın sütunlarının üstündə yeni sütunları toxuyuruq. Sadəcə yanbayan toxuyub gedirik. Burada pauzanı basın, buraya yaxınlaşanda davam edək. Tak, qızlar, deməli, bu sıramızı bitirdik. Gəldik, çatdıq bucağımıza. Burada da yenə bu çiyingol yelpiyimizi toxuyuruq. Bu isə 4 dənə, 4 cüt sütunlar. Getdik. Bu birinci cüt. İki zəncir. İkinci cüt. Zəncir. Üçüncü cüt. Zəncir. Dirəşikdir bu məndən. Tak, bunu biraz belə sürüşdürək. Belə. Sayaq, deməli. Birinci cüt bucağı, boşluğu. İkinci cüt boşluğu. Üçüncü cüt boşluğu, yəni bucağı. Bu da dördüncü cüt. Hamısı yerində. İndi isə burada gedərək standart toxumağa. Burada yəqin ki, yenə pauzaya basacağım. Biraz bir-iki dənəsini toxuyaq. Bucaqdan sonra ən kənar sütunu belə toxumaq çox çətindir. Biraz dar olur yeri. Okey, buradan toxuyub gedirik. Bu bucaqlarda görüşərik. Tak, baxın. Bucağı burada aşağıda adi bucaq toxuduq. Bu isə 2 dənə sütun, 2 zəncir, 2 dənə sütundur. İndi burada toxuyum, onu da baxaq. Bunu artıq toxudum, vaxt getməsin. Burada da eyni şey eləyək. Deməli, bucağa adi
toxuyuruq 2 dənə 1 atmalı sütun. 2 dənə zəncir. Və yenə 2 dənə 1 atmalı sütun. Hamısı bir dənə bucağa. Sxemdə də bu göstərilib. Baxın belə. Bu bizim bucaq. Burada yenə ardıcıl sıraları toxuyacaq. Buna da pauzaya baxıb özüm bitirəcəm. Sizə bu oktaqonun ikinci sırasını göstərəcəm. Necə toxumaq lazımdır. İkinci və digər sıralar. Okey qızlar, deməli birinci təməl sıranı yaradandan sonra 8 bucağın ikinci və bütün digər sıraları eyni məntiqlə gedəcək. Deməli, biz bayaq qeyd elədik ki, standart adi bucaqda nə toxuyuruq? Bax bunu. 2 dənə sütun, 2 zəncir, 2 dənə sütun. İndi həmin bu, üzr istəyirəm, bu kamera məni böyük nəzərlənir. Deməli, bünövrəni yaradandan sonra bütün bucaqlarda, deməli, oktaqonun ikinci və digər sıralarında hamısına eyni bu bucağı toxuyuruq. Eyni. Burada da, bu 3 bucaqda da, buradakı 3 dənə də bucaqda hamısında eyni şey toxuyuruq. Gəlin, indi göstərim sizə. Bucaqları indi toxumaq aydın olsa da onların arasından inirik. Deməli, nümunə üçün bir dənə bu kənardan başlayaq. Bu hissələri artıq göstərməyəcəm, çünki bu standart əsas buradır. Yeni sapımızı salırıq. Başlayırıq. Deməli, 1, 2, 3, bu 3 dənə zənciri, bir dənə 1 atmalı sütun kimi sayırıq. Sonra gedirik bunun yanındakına da belə sütun toxuyuruq. Bucağa çatana qədər bir sütun toxuyuruq. Okey. Bucağa çatdıq. Bunu toxuyuruq. Buna. Getdik. Deməli, 2 dənə sütun. Eyni bu bucağa. 2 dənə zəncir. Və yenə 2 dənə sütun. Eyni bu bucağa. Baxın. Bu bizim bucağımız. Standart. İndi bu bucaqdan sonra digər bucağa gedənə qədər arada baxın bu 2 dənə sütun var. Bunların hərəsinin başına bir dənə yeni sütun toxuyuruq. Bu sütunun başına bir dənə yenisi. Və bu sütunun başına bir dənə yenisi. Məsəlləşdirdim mən bu tripodu. Şimdi yerləşdirdik. İndi çatdıq bucağa. Standart. Ay Allah. Üzürlü sayın qızlar. Tak. Standart bucaq toxuyuruq. 2 dənə sütun. 2 zəncir. 2 dənə də sütun eyni bura. Toxuduq. Getdik yenə baxın növbəti bucağa qədər yenə arada bu 2 dənə sütun var. Onların başına birər toxuyuruq. Okay. Üçüncü bucağımız.
1, 2, 3. Bucaqlarımızı həll elədik. İndi qızlar, baxın, buradan düz bu növbəti bucağa çatana qədər bir sütunları yerləşdirib toxuyuruq. İndi burada yenə pauza basacağım. Okey, bura çatanda görüşərik. Okey, gəldik, çatdıq. Yenə bu üç bucaqlarımıza. Yenə burada elədiyimizin eynisini toxuyuruq. 2 sütun, 2 zəncir, 2 sütun eyni yerə. Və bu aradakı sütunların başına yeni sütunlar toxuyuruq. Əlbəttə ki, burada izahat çox vermirəm. Eyni şey deyirik. Skem də var artıq əlinizdə. Bu hissə aydın olmuş olmalıdır. Tak, bucaqlarımızı yaratdıq. Burada artıq mən əlimi saxlayacağım. Siz özünüz davam edərsiniz. İstəsəniz burada bu bucaqlarda, burada toxuduğumuz bucaqlardan toxuyuruq. Eyni cürə. Bax bundan. Okey. İnşallah ki xoşunuza gəldi qızlar. Çox əziyyətli oldu mənə. 3 dillə çəkdim hamısını. Hərəsi 3 hissə. Toxuyacaqsınızsa xeyirli olsun. Bu qədər. Xeyirli toxumalar hamıya.